Değerli izləyicilər, xoş gördünüz. Bakıdayıq, Əzizəliyev küçəsində burada bir-birindən maraqlı və bir-birindən sürətli məşhur markada olan maşınları görə bilirik. Təsəvvür edirsiniz ki, burada dayanan maşınlar neçə ilə gedir və bunu təbii ki, avtomobil həvəskarları məndən daha yaxşı bilir. Ferrari var, Audi var, Bugatti var və bir-birindən maraqlı və bir-birindən sürətli maşınlardan gedir söhbət və İnandırım ki, sizi eləsi var ki, 0-dan 100-ə qədər sürətlənməni cəmi 2 saniyə yığır. Bu nə deməkdir bilirsiniz? Yəni, təbii ki, Bakıda sürmək mümkün deyil və bu maşınları həmin sürətdə avtomobil alanlar, sahibləri deyir ki, bu maşınları yerində öz istehsal etdiyi ölkədə yoxlamışıq. Orada o performansı hiss etmişik, almışıq. Çoxları bu maşınların səsinə görə, o qaz verəndə ki, o mühərrikin altındakı 600-700 aralığında olan at gücünü hiss eləmək, çoxları məhz buna görə bu maşınları alıb və bugün bu sərgidə nümayiş etdirilir. Çox maraqlı sərgidir. Alfa Romeo 4C modelidir. Əsas bunun üstünlüyü, fərqliliyi ondan ibarətdir ki, çox yüngül çəkiyə malikdir. Yəni, avtomobil karbon lifləri konstruksiyasından hazırlanıb, belə Formula 1 texnologiyasından, yəni karbon monokokdan düzəldilib. Ona görə 900 kiloqrama qədərdir təxminən çəkisi. Buradakı əksər maşından alırsa, demək olar ki, çəkisi burada ən yüngül olan avtomobildir. İzləyicilərə, sürət həvəskarlarına maraqlı olan burada bir məqam var. 0-dan 100-ə qədər neçə saniyəyə toplayır? Bizim testdə hardasa 4,2 saniyə olub. Neçə at gücüdür və mühərriki nədir? At gücü 230, neçəsə səhv verməmsə, 240-a yaxın. Mühərriki neçədir? Mühərriki 1.75, elə 1.8 təxminən. 1.8-dir və at gücü? At gücü 240-a yaxın. 240-a yaxın. Maksimal sürəti nə qədər sürmüsünüz? Maksimal sürət elə də çox sürməmişəm. Ən çox sürəndə, ən sürətli bu avtomobili neçə ilə idarə eləmişsiniz? Saatda neçə kilometrdən? Onu belə deyim, deməsək daha yaxşı olar yəni. Yəni, mənə maraqlıdır ki, izləyicilərə maraqlıdır ki, avtomobilin o gücünü hiss elədiyiniz vaxt olub ümumiyyətlə? Əlbəttə ki, ümumiyyətlə şəhərdə, yəni belə deyim ki, nəqliyyat olan, ictimai nəqliyyat olan yerdə biraz çətindir sürmək. Çünki avtomobil tez sürətlənir və yəni idarə eləmək biraz təhlükəli olur. Ona görə hamıya məsləhət görürəm, yavaş sürmək lazımdır. Yəni nə qədər də sürətli olsa, qaydalara əməl eləmək lazımdır, bəli. Avtomobil həvəskarları, sürət həvəskarları bu avtomobili şəhərdə görəndə və yaxud bu sərgidə indi yaxınlaşırlar, nə deyirlər sizə? Diyaloqunuz necə olur? Avtomobillə bağlı nələri soruşurlar ilk olaraq? Çox, bu yəni brend o qədər də çox tanınmır. Yəni ona görə çoxsu soruşur ki, bu nə maşındır? Çoxsu elə bilir Ferrari'dir. Tanınmış brendlərdən geri qalan deyil, əlbəttə ki. Yəni avtomobil yarışlarına baxanda hətta Ferrari'dən də öncə yəni yarışlarda iştirak eləmiş və uğur qazanmış yəni markadır. Təxminən qiyməti neçə olar? Ortalama 0 kilometri deyək. 0 kilometri, hal-hazırda bu avtomobil 0 kilometri ancaq limitli versiyada buraxılır. Hardasa bir 130-150 min dollar ətrafındadır. Amma istehsal olunan vaxtı sıfır qiyməti hardasa 70-80 min dollar, bax belə. İkinci əlində hardasa 70-80 olur, yoxsa yox, daha bahalı? Təxminən elə, yəni 70-80 min dollar. Yəni vəziyyətindən asılı olaraq. Bəlkə də çoxlarının bəyəndiyi avtomobil. Təsəvvür edirsiniz, bu kapotun altında neçə at var. Mən deyim, 612 at gücündə və 0-dan 100-ə qədər olan sürəti cəmi 3 saniyədə yığır. Avtomobil Ferrari Roma markasıdır. Neçə vaxt sizdədir bu avtomobil? 1 ildir təxminən. 1 il ərzində avtomobilin maksimal performansını hiss elədiyiniz vaxt olub?
demirəm 300-lə sürün. Çünki qaydalara riayət eləmək təbii ki, mütləqdir. Əlbəttə. Yəni yerdən götürülüşü sürətlidir. Maksimum sürət sürməmişəm yəni. Yoxlamısınız da yerdən götürənləri. Yerdən götürülüşü yaxşıdır, bəli. Bəs Bakı küçələrində bu maşından gəzəndə Bakı küçələrində sürmək, gündəlik sürmək üçün deyil, yəni belə deyərdim. bəs yaxşı şəhərə çıxanda bu maşından ətrafdan baxmaq və insanların maraq, təbii ki, sürət həvəskarları üçün maraqlıdır. Bəli. Hansı situasiya ilə qarşılaşırsınız? Saxlayıb soruşub eləyən var? Yəni maşının rəngi də qırmızı olduğu üçün diqqətləri çox çəkir. Yəni bu qədər, yəni maraqlı qarşılanır cəmiyyət qarşısında. Bir də bu avtomobili alanda yerində yoxlamışdınız o maksimal sürəti. Aldığınız ölkədə hardansa gətirmisiniz yəqin ki. Yox, bu burada rəsmi servisdən alınıb. Yəni belə yoxlamaq olmayıb yəni. Onda bir son sual verəcəm. Almaqda məqsəd nə idi? Təbii ki, yüksək sürətlə Bakı küçələrində sürə bilməyəcəksə niyə alırdıq tamaşaçı bu sualı verir adama? Motorun gücünü hiss etmək. Yəni güclü sürməsək də, yəni heç olmasa, yəni o motorun səsini hiss etmək. O qaz verəndə səs gəlir. Bəli. Rauf avtomobil haqqında avtomobil həvəskarları, xüsusilə də sürət həvəskarları üçün qısa məlumat istəyirəm. Mühərriki 0-dan 100-ə qədər sürətlənməsi və at gücü nə qədərdir? Belədir, 3.0 Nettuno mühərrikidir. Tam İtaliya istehsalı, Macar istehsalı. 630 at gücüdür və 100-ə sürətlənmə 2.9 saniyədir. 2.9 saniyə. Bəli. Və avtomobil tam karbondandır. Tam görünüş, kuza, bura, qapla, hər şey karbondandır. Neçə vaxtdır sizdədir? Bu deyil, tam yeni avtomobili belə deyil. Neçə aydır sürürsünüz? Yaxşı. Neçə gündür, neçə aydır? Demək olar ki, heç sürülməyibdir. Heç sürməmişsiniz. Hə, probeqinə baxsınız, görürsünüz 21 kilometr, yəni yol gedir, 0 demək olar ki, bəli. Belə çıxır ki, onda bu avtomobilin gücünü hələ bilmirsiniz, bəlli deyilsiniz. Yəni bəlli deyilsə. Trekdə yoxlamışam. Trekdə yoxlamısınız. Trekdə İtaliyada yoxlamışam, bəli. İtaliyada trekdə neçə sürətlə sürüb yoxlamısınız və o performansı necə hiss eləmisiniz? Sürəti tam deyərəm 250-260 olubdu, yəni böyük trekdə olub, yəni orada ona görə. 250-260. Bəli. 250-260 sürətlə Rahat gedəndə gedir. bu avtomobil necə hiss elətdirir? Yolu tam rahat tutur, yaxşı tutur yəni. Bu avtomobilin biraz daha üst səviyyəsi var. GT Stradale, onu da mən sürmüşəm. O 640 at gücündə olur, biraz daha yüksək performansda olur. İndi bu 600 neçədir? 630. 630 at gücünü, bəlkə biz o atı bir səs Səsini elətdirək. eləyək, əlbəttə. Kişnədək görək, kişniyir yoxsa yox? Olar. Kaç qədər sürət? Təsəvvür edirsiniz 3 təkərli sürət maşını. Orxan gəl göstər. Baxın 3 təkər. Motosikleti xatırlatsa da və bu maşının at gücü və sürətini indi təsəvvür edin. Yəni indi baxırsınız bayaqdan kənardan baxaram oğlunuzla hansı dialoq nə deyir? Deyir ata bir şeylə gedir görəsən bu. İndi hər insanın xəyalı var, sadəcə o maşının içində o yəni arzularını, xəyallarını soruşurdum. Yəni misal üçün necə deyim sən? Deyirdim ki, yəni belə bir maşının olsa, yəni kimdən istəyərdin, yəni gəzəsən, xəyalların nədir, onu soruşurdum. Neçə ilə sürərsən əsas o da? Hə? Əsas o da əlbəttə ki. Mən bunu Bugatti'ni görməyə gəlmişdim əslində. Gördün? Bəli. Yəni Bugatti olsa neçə ilə sürmək istəyərsən? 300. 300 sürərsən, hə? Qorxmarsan 300 sürsən, hə? Atası kimi sürət həvəskarıdır. Maşınınız var da yəqin ki. Bəli, var. Maraqlıdır sərgi ümumiyyətlə bu. Əlbəttə ki, əlbəttə ki.